Mingəçevir şəhidi Nurlan balamızın 5 illiyi idi. Anaya təskinlik verməyə getmişdik, şəhid ailələri. Lövhəni görüb dayandıq. Balamıza baxırdıq, hərə öz balasına. Azərbaycan qadınları üçün abır-həya, ismət çox önəmlidir. Bu abır-həya Mingəçevir analarında var. Mərhəmətlik insanlara peşə fəaliyyətindən asılı olmayaraq onu yerinə getirsinlər insanlar. Mənə elə gəlir ki, bu mərhəmət hissi irsən keçir. Yəni o irsən olur. Biz şəhidlərimizə borcluyuq hər an. Onu yad etməliyik, bütün şəhidləri. Bizim sonumuz nə olacaq bilmirik. Ya Rəbbim, ayağa qalxmağa kömək et şəhid ailələrinə. Ey gözə görünməz. Mən Allaha güvənmək, sığınmaq istəyirəm. Mən Allaha güvənmək, sığınmaq